Hamınıza salam dostlar. Bugün yeni il üçün aldığım sır paketləri göstərəcəm. İndi isə başlayaq. Birinci olaraq belə bir dənə dinamit almışam. Belə görünür. Bunun qiyməti 2 manat idi. Birinci belə şeyləri görsədim. Sırsıraq hamının tanıdığı. Bunu elə belə almışam. Sonra 2 paçka 60 dənəli sadə zır paketdən almışam. İçi də belə görünür. Hamının tanıdığı zır paket. Bu paçkanın da qiyməti 2 manat 50 qəpik idi. Bunun qiymətini demədim, onsuz da 50 qəpik də hamı bilir. Sonra isə bir dənə belə bir Purple Smoke tüstü almışam. Bunu belə bir tüstü həqiqətən ilk dəfədə görürəm. Belə kalpaçok kimi bir şeydir. Bunu dartırsan, atırsan özü tüstü çıxır yandırmadan. Çox belə, yəni böyük bir şeydir, qalındır. Bunun qiyməti 3 manat 80 qəpikdir. Amma belə yəni yaxşı şey oxşuyur. Tüstüsü də bənövşəyə rəngdədir. Sonra belə bir dənə Silver Cracker blokunu götürdüm. Belə görünür bir ədədi. Mercedes loqolu. Bundan da görsədim 36 dənə var blokda. İçi də belə görünür. Bunun da blokuna 15 manat vermişəm. Bunun bloku 15 manat. Və son olaraq bir dənə belə bir qar spreyi almışam. Hələlik bu qədər almışam. İndi yenə videolar gələcək. İndi sizə aldığım fişəngləri göstərəcəm. Fişənglərdən bir dənə belə salut almışam. 25 dəfə atandan. Bunun qiyməti 60 manat idi. Bir dənə də belə əldə atılan uzun fişəngdən almışam. Qalınlığı 1-dir, 8 dəfə atır. Bunun da qiyməti 25 manat idi. Videomuz bu qədər idi dostlar. Belə videoların davamını istəyirsinizsə like atın. Sağ olun.